Sima imzanın imkanları genişləndirilib. Artıq bu imza vasitəsilə elektron vergi idarəsində bir sıra xidmətlərdən istifadə etmək mümkün olacaq. Sahibkarlar vergi bəyannamələrini, qaimələrini Sima imza ilə verə biləcəklər. Yeniliklər yalnız bundan ibarət deyil. Detalları sujetdə təqdim edəcəyik. Sima yeni nəsil rəqəmsal imza Dövlət Vergi Xidmətinin elektron vergi idarəsində təqdim olunan 80-dən çox xidmətə inteqrasiyası tamamlanır. Artıq fərdi sahibkarlar internet vergi idarəsində Sima rəqəmsal imza vasitəsilə elektron qaimələri göndərə və bir sıra vergi bəyannamələrini rahatlıqla təqdim edə bilərlər. Lakin imkanlar bununla bitmir. Bura daxildir qaimələrin göndərilməsi, hesabatlar, post terminalların qeydiyyatı və ya silinməsi və bu kimi digər xidmətlər artıq daha əlçatan oldu. Əlavə olaraq da bildirmək istəyirəm ki, hər 3 aydan bir vergi hesabatları, qaimələr də artıq Sima rəqəmsal imza vasitəsilə sahibkarlar tərəfindən təqdim oluna bilər. Hazırda fərdi sahibkarlara görə Sima imza tətbiqində Güzəş kampaniyası nəzərdə tutulub. Kampaniya bütün elektron portallar üçün keçərlidir. Bu 6 ay pulsuz kampaniyasıdır. Belə ki, iyun ayının 13-ünə qədər fərdi sahibkarlar bu kampaniyadan yararlanaraq 6 ay müddətində heç bir xidmət haqqı ödəmədən nəinki dövlət vergi xidmətində, həmçinin Sima imza inteqrasiya olunan digər portallarda da rahatlıqla istifadə edə bilərlər. Sima rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Sima imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Bu texnoloji yeniliklər sayəsində vətəndaşlarımız kağız daşıyıcılardan və vaxt itkisindən azad olaraq daha operativ və təhlükəsiz xidmət əldə edirlər. Qeyd edək ki, hal-hazırda İmza tələb edən və Sima imzanın tətbiq edilmədiyi ərizə və formalar üzərində də texniki işlər aparılır. Əsas məqsədimiz cari ilin sonunadək bütün imza tələb edən ərizələr üçün Sima imzanın tətbiqini tam şəkildə təmin etməkdir. Sima rəqəmsal imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən Sima imza tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Qeyd edək ki, Sima imzanın vergi portalına inteqrasiya prosesi 2023-cü ildə başlayıb. Portalda olan digər xidmətlərə də Sima imzanın inteqrasiyası davam edir. Şəhriyar Əhmədli, Şəkərnaz Şahaliyeva, İqtisadi Zona.